30 il ərzində turist diplomatiyası ilə məşğul oldular. Kaspişik və tərəfdaşları Bakıdan İrəvana, Tbilisidən Xankəndinə villalar kirayə etmək, işğalı sonsuzluğa qədər uzatmaq üçün sanki yarışa girmişdilər. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan bu üçlük öz qətnamələrini elə özləri ayaqlar altına atdılar. Amma 2020-ci ilin dekabrında Bakıda eşitdikləri o cümlə diplomatların üzündə şillə effekti yaratdı. Bura gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm. Minsk qrupu tarixin tozlu rəflərində qaldı. Amma varis olmaq istəyənlər hələ də çabalayırlar. Ermənistan özünə yeni himayədar tapıb. Neokolonializmin son qalası olan Fransanı. Emmanuel Macron öz ölkəsində legitimlik böhranı yaşasa da, Qafqazda xilaskar obrazına girməyə çalışır. Amma bir şeyi unudurlar. Bakı və Ankara arasındakı qətiyyət səddi aşılmazdır. Türkiyə üzərindən quru sərhəddi ilə İrəvana keçmək istəyən Macronun arzuları ürəyində qaldı. Müstəqil dövlət olmağa qadir olmayan Ermənistan isə sadəcə alətdir. Dünən Rusiyanın, bugün isə Parisin. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi. Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi. Bugün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri güya ki keşik çəkirlər. Mən o vaxt demişəm, bir dənə güllə biz atsaq, onların dabanları parlayacaq, heç izi tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, güya ki onlar bizdən Ermənistanı qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq və özünü yenə də yalançı qəhrəman kimi Ermənistandakı bu tədbirdə göstərmək ki, güya ki onlar Azərbaycanın qabağını alıblar, yoxsa güya ki o aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdir. Hamısı cəfəngiyyətdir. İndi Ermənistan sərhədində binokul diplomatiyası dövrüdür. Avropa missiyası adı altında səlibçi təfəkkürünü bölgəyə daşıyanlar elə bilirlər ki, o binokullarla Azərbaycanın iradəsinə və mövqeyinə hansısa formada təsir edə bilərlər. Bu sadəcə neokolonial siyasətin yeni və uğursuz formasıdır. Amma Bakının xəbərdarlığı kəsərli və qətidir. Hər hansı bir revanşizmə cəhd, təxribat Azərbaycanın önləyici və amansız zərbəsi ilə nəticələnəcək. Prezident İlham Əliyev təkcə köçəryanlara, sərkisyanlara qalib gəlməyib. Müzəffər Ali Başkomandan 200 illik status quo-nu tarixdən silib. Cənubi Qafqazın dayanıqlı inkişafına birbaşa olaraq təhlükə yaradan, ona maneçilik yarada biləcək bir yanaşmadır ki, Fransa hökuməti tərəfindən bu bugün sərgilənməkdədir. İstənilən halda görünən odur ki, Ermənistan uzun müddət Rusiyanın forpostu olduğu halda artıq digər dövlətlər, xüsusilə də Fransa çalışır ki, Cənubi Qafqaz bölgəsində Ermənistanın bu forpost funksiyasından istifadə edərək onun özünün geosiyasi və strateji maraqlarının təmin olunması üçün istifadə edilə biləcək bir plazdarma çevirmək niyyətindədir. Tarix bir daha sübut etdi ki, sülhün zəmanəti Parisin vədində deyil, Azərbaycanın gücündədir. 200 illik ədalətsizliyin sonu yeni bir eradır və bu eranın müəllifi heç bir kənar qüvvəyə ehtiyac olmadan öz taleyini yazan Azərbaycan xalqı və onun böyük lideridir. Kamil Eldaroğlu, ASTV Xəbər.